Ay Siyavuş, Ha. sağ başıma dönürəm. Sağ demək istəmirəm. Amma yenə də bir məsləhət görürəm də. Ha. İstəyirəm suka işləyəm, sukalıq eləyəm. İşverənlik. Suka ne diyor? Sukadan yanı iş verən. Niye? Natiq müəllim bana dedi ki, axşama məsləhət elə, dedi fikirləş. Ha. Dedi bu uşaqların içində mənim haqqımda belə pis sözlər söylə. Məni bu uşaqların yanında arzular. Gör mənim haqqımda kim nə danışır, örgən. Bir də kim işləyir, kim işləmir, kim işə vaxtında gəlir, vaxtında gəlmir. Ha. Saçqabatlıq edir, mənə məlumat ver də. Mən də sən dedi hörmətini eləyəcəm, əlavə sənə pul verəcəm. Nə məsləhət görsün bu? O ayıp değil aşmayı. Ayıbdır. Ama sen törekesi sen. Hə, bilmirəm Ayıp ayıbdır. peki bir şeyler ne dersen? Orada ayıblıq nə var görür. Çörək pulu qazanacam. Ya ulan tören kesmiyor dersen. Kimin çörəyini? O işin böyle dersen değil mi? Ay işe vaxtında gəlsinlər, mən də satmayayım. Gəlsinlər, işə gəlib gəlsin, işləsin də. Deyirsən, nə məsləhət görürsən? Yok yok. Ya, durunu bilmirəm, değil mi? Hatta oranın çok damatı balasın tören kesersen. Neyse sən pis baxırsan, yoxsa yox. Pisin pisi. Desən o. Canı. Elə axşamdan fikirləşirəm. Yəni deyirsən, işverənlik, Yok. işverənlik pis şeydir, ha. Bu yaşa tatlıdan Ha. temiz yaşamsan, temiz yaşa. Ay, amma düz deyirsən, elə buradan 5 manat, 3 manat kazanıram, min bərəkət. Sonra uşaqlarla da çörək kəsirəm, bunları sataram. Allah çörəmi təmiz kəsər. Güvenliğin aklı yaxşı olduğunda o çöreği yemel olmur. Çörək yeməli olur, eləmi? Yaxşı olur. Ha, yaxşı ki, sağ məsləhət elədim, onun sağ məsləhət edim. Yox, inatçı müəllimə deyəcəm ki, özümə ayrı adam tap. Mənlik deyil. Belə də səndən soruşdu, hamı işləyir burada. Məndən nə soruşdu? Dedi, elə dedim, hamı işləyir, hamı da işə vaxtında gəlir. Nə bilim, Allah.